Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbul qaydalarında dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərarı imzalayıb. Qərara əsasən, 1-ci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbul qaydası dəyişib. İndiyə qədər 1-ci ixtisas qrupu üzrə riyaziyyat kimya alt qrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat informatika alt qrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməlidir. Qərara əsasən bu tələb ləğv olunub. Dəyişikliyə əsasən abituriyentlər hər sessiyada ali təhsil müəssisələrinə imtahanda iştirak üçün qeydiyyat zamanı 1-ci ixtisas qrupu üzrə elektron ərizə doldurarkən öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan 2 alt qrupdan birini yaxud hər 2 alt qrupu seçməlidirlər.